Herkese salam dostlar. Sabahınız xeyir olsun. Bugün tezdən oyanmışam. Cəmi 1 saat yuxu yatmışam. Dünən də elə yatmışdım. İndi bacımı işə ötürəcəm. Ondan sonra da mənim də biraz işlərim var. Gedəcəm işlərimin dalayacağım. Yəni mən hər səhər belə çölə çıxmalıyam. Görək inşallah davamlı olar. Hələ ki bugün səhər tərəziyə çıxmadım çünki gecəni yatmamışam. İstər-istəməz öz reaksiyasını verir gecə yatmayanda orqanizm. Ona görə akşam eve gedəndə çəkimi ölçüb sizə göstərəcəm. Maçmaniyə görə. Dostlar, kursdan çıxdım, indi evə gedirəm. Bura Megastore'dur. Şimdi mən özümə kəfir alıram. Dostlar, əsas bu qatığa görə gəlmişəm. Bu yeni çıxıb qaymaqlı, çox dadlıdır, amma yoxdur. Bir dənə bu qalmışdı, bunu götürdüm. Mağazadan nələr aldım, birlikdə baxaq. Deməli, ilk növbədə bunu göstərəm, bunu yerinə. Bu kənd südüdür. Mağazaya ən çoxu buna görə getmişdim. Bu təzə çıxıb Azər südündür. Əvvəl bunun qaymaqsız da olur, amma qaymaqlı yeni çıxıb. Yəni çox dadlıdır. Bir dənə bu qalmışdı. İnanırsınız, ona görə bunu aldım. Bir dənə onu balaca aldım məcbur, çünki bir o qalmışdı. Buradan dünən mənim meyvələrimi uşaqlara verdiyimiz üçün kivi ilə portağal aldım. Çörək də aldım, qara çörək, hər ehtimala. Bu qara çörəyi mən çox yemirəm artıq, bunu tərk etmişəm. Amma ikisini birlikdə aldım, niyə? Bunun ikisini birlikdə aldım, niyə? Buna keçmək istəyirəm. Bu çörək əvəzidir. Bu çörək əvəzidir. What is this? Bu nədir? Bunu necə izah edeyim ona? Biscuit seem like bread, no biscuit come from. This good for Yes, this diet. diet good? Yes, it's for And diet. what is that? This is black bread, but I won't use this, but this also by Noishu one. Already Noishu. What is this? It's mine. Mən 2 dənə kəfir aldım. Səhərlər banandan imsak etməyə. The yogurt? It's same like ayran, but no ayran for diet. Demək, göyərti aldım. Göyərtilər, bu nədir? Ayran deyirəm. Bu nə göyərtisi idi? Kahı, reyhan, nanə belə aldım ki, salat düzəldə bilərəm. Bu bizə çox istifadə olunur. Bundan aldım. Bu nədir? Kartoşkadır burada, pomidordur. Bu nədir? Hə, bu da sabundur. Eksiyo. Belə. Deməli, bugünkü bazarlığım bu qədər. Dünən də hər gün bazarlıq edirəm. Bugünkü bazarlığımız bu qədər. Çox pul getdi. Yox, çox pul getmədi. Necə dənə? Nə qədər getdi, qoyub baxım. Meyvəyə 10 manat verdim. Necə dənə pul getdi? Buna da 24 manat verdim. 25 it's for fruit 10 manat. 9 manat is 10 manat like this. Hamısına birlikdə nə qədər vermişəm? 35 manat. Bu misal tiplərində bizdən cavab çox rahat alınsın. Gəlin düşünək ki, bizdə bu hissə yoxdur. Bir də Artıq iftar vaxtıdır. Biz artıq 2 gündür ki, iftarımızı belə meyvə ilə açırıq. Çünki həqiqətən aclıq hiss eləmirik. Ona görə də ən sağlamı. Bu adı nədir? Lavaş? Lavaş. Lavaş or lavaş? Lavaş. 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 Kota da. But this too much little bit. Oil. We have to put more oil. Dostlar, deməli aya baxırıq. Bu aydır. Demək, soğanı, bibəri, sarımsağı. Sarımsaq bir baxır deyin nə qədər bişirirsiniz. Mən 4 dənə qatmışam. Bunlar Pakistanlılar çox qatır sarımsağı. Soğan, ola bilər soğanı artırım. Soğan, sarımsaq, bibəri blenderdən keçiririk. Demək, yağı tökdüm. Mən zeytun yağı ilə bişirəm bütün yeməkləri. Yağı tökdüm. Bu da
blenderdən keçirdiyim soğandır. Soğan, biber, sarımsaq. İndi bunu belə bişirəcəyik. Soğan pişsin təmiz. Belə deyim, Pakistanlılar çox vaxt soğanı doğramırlar. Ən çoxları belə xoşdur. Hətta mən yemək pişirəndə yoldaşım deyir ki, soğan içində görsənər, soğan içində görsənməsin. Sonra başa düşdüm ki, soğan içində görsənməməsi üçün blenderdən keçirmək lazımdır. Belə. İndi bişirəyə görə necə olacaq? Bu yeməyi mən birinci dəfə bişirirəm. Məndən yoldaşım internetdən atıb ki, bu yeməyi istəyirəm. Görək necə olacaq dostlar. Dostlar, indi bunun içinə ədviyyat qatacağım. Yəni, Pakistanın ədviyyatı çox sevir. Əlimdə olan bütün ədviyyatları qarışdırdım. Hətta bu 5 ədviyyatın qarışığıdır. İndi onun səpaçkasını göstərəcəm. Bunları atacağım indi içinə. Duz qatmamışam hələ. Duzu arxada baxacağım. Bundan biraz tabii su qatmalı qaldı. Buna misal üçün biraz su qatmalı artıq. Bunu qarışdıraq belə. Şimdi bunun rəngi dəyişəcək getdikcə. Bunlar yeməyin rəngini belə xoşlayırlar. Ədviyyatları qatırsam bu yeməyin rəngi dəyişir belə. Bunlar bunu sevirlər. Bir də baxırsam palçıq kimi. Belə. Bəli, onlar bunu sevirlər. Ekran parlarını böyle karıştırım, pişsin. Deməli, bunun içine su qatdım. Bu su indi qaynayıb çəkilməlidir. Torası deyirlər, nə deyirlər, o qalmalıdır belə. Bişməlidir yəni bu. İndi az xodda qoyacağım, bu pişsin. Deməli dostlar, bunun üçün bir də qatıq tökürəm. Biraz tomat qatmışam içinə. Bizim Azərbaycanlıların yeməyə qatıq tökmədiyini bilmirəm. Amma Pakistanlılar tökür, yəni onlar yeməyə qatıq tökürlər. Dostlar, bu günləri çana bişirirdik. Mən noxudu əvvəlcədən sudan ısladıb bişirmişəm. Bu qabıqları var. Yəni mən tənbəllik edirəm. Mən bunların qabıqlarını soymadım. Nə yalan deyim. Siz soymaq istəyirsiniz, o qabıqlarını soysanız daha yaxşı olar. Yəni mən soymuram qabıqlarını. Bir oyuna uğraşamam. Belə yemək tutacağım. Yeməkdən bir yerdə pişsin. Dadı qarışsın. Yetər qədər noxud döktüm. Əlavə noxudumuz da qaldı. Bu yeməyimiz belə olacaq. Yəni buna başqa bir şey qatmayacağım. Bir dənə duz qatmalıyam. İndi gözləyəcəm bu pişsin. Tamları bir-birinə qarışsın. Bu da belə bir yeməkdir. Çana. Çana urdu dilindədir. Çana noxud deməkdir. Deməli dostlar, yeməyimiz artıq hazırdır. İçinə də quru nanə tökdüm. Belə. Noxudumuz da tam bişib. Dostlar, deməli yeməyimiz belə oldu. Artıq bura çəkdim biraz ki, belə heç olmasa belə görə biləsiniz. Baxın, tam sulu deyil, qatıdır. Yəni bunu çapati yəni lavaş. Pakistanlılar lavaş yeyir, ona roti deyirlər. Bunu batırıb belə qəşəng yeyirlər. Bəh bəh.